ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Yenə Space Televiziyasının Qarabağ Azərbaycandır proqramı şəhid ocaqlarındadır, şəhid ziyarətgahındadır. Bugün biz elə bir yerdəyik ki, bir qəhrəman oğlumuzun ailəsinin başına toplaşmışıq. Anasının, atasının ziyarətinə gəlmişik. Tək gəlməmişik bugün bizimlə bərabər şəhid analarımız, şəhid atalarımız. Deyərdim ki, müqəddəs insanlar bizimlə bu qapını açıb, biz Büsatın ziyarətgahındayıq. Elə adı da Büsatdır. Şəhadətə ucalandan sonra bax bu obanı, bu eli, bu Kürd Mahmudlu kəndini öz adı ilə elə Busatlandırıb. Allah cəmi şəhidlərimizin məkanını cənnət eləsin. Bizim şərəf tariximizi yazan oğullar, şanlı tariximizi yazan oğullar və 30 il həsrətində olduğumuz torpaqlara bugün biz sevinə-sevinə necə ki ayaq basırıq, gedirik. Bax bu yoldan keçir. Füzulidən keçir bu yol, Zəfər yolu buradan keçir. Bir neçə dəqiqə bundan əvvəl biz Alxanlıdan gəlirdik əziz tamaşaçılarımız və sevinə-sevinə bax bu ana ilə iki oğlunu şəhid verən bu ana ilə o Zəfər yoluna baxdıq. Gözümüz doldu, amma gözümüzdə bir sevinç gözyaşı vardı. Mən sizin hər birinizə təşəkkür edirəm burada bu süfrədə, bu müqəddəs süfrədə əyləşən şəhid valideynlərinə və müharibədə iştirak edən, 1-ci Qarabağ müharibəsində iştirak edən bizim qazilərimiz var burada. Çox təşəkkür edirəm bugün Büsatın ziyarətgahına gəldiyinizə görə. Bu günləri biz Füzuli rayonunun Aşağı Kürmantlı kəndində şəhidimiz Qurbanov Büsatın ailəsinin ziyarətinə gəlmişik. Qurbanov Büsat tankist olubdu, çox cəsur tankistlərdən olubdu və müharibənin ilk günündə demək olar ki, cəbhənin əsas ön xəttini yaran oğullardan olubdu. Yəni bunu hamımız bilirik. O müharibənin də ilk cəbhəsini yarmaq ən çətin bir anlardır. Çünki ən çətini o ön cəbhəni yarmaqdır. Həmin cəbhəni yaran məqamda düşmənin atdığı mərmi nəticəsində həmin tank yandı və şəhidimiz Büsat şəhadətə ucaldı. Allah məkanın uca eləsin. Bu Füzuli rayonu elə bir regiondur ki, bu Qarabağ müharibəsinin ərəfəsində başlanan bir gündə həm Beyləqan, həm Füzuli müharibənin bütün ağırlıqları bu iki rayonun üstündən keçdi. Çünki burada bütün cəbhə hamısı Füzuli rayon ərazisində idi. Ön cəbhə,
cəbhənin yarılmasında, tək yarılmasında 800-dən artıq biz şəhid verdik. Hörmətli generalımız Maaş Bərxudarovun bir çıxışı var. Orada ki o həmin epizodu danışır ki bir tank gedir, düşmən vurur, o biri tank gəlir, keçir ondan qabağa, onu vurur və o biri tank keçir, o birisi vurulur. Gör biz cəbhənin nə çətinliklə yarmışıq. Yəni bu general, yəni bu hər kəsin döyüşçülər bilir, gözünün qarşısında olan bir epizoddur. Bax həmin tankistlərdən də biri Suatın tankı idi ki, yəni ön cəbhəni yaran, bəli. Ona görə də bax bu Füzuli rayonu, Beyləqan rayonu bu ön cəbhə həmişə də dövlət başçısının diqqətində olubdur. Bu müharibənin də əvvəli hamısı, yəni bu tarix yazılıbdır, bu tarix gözümüzün qabağında olubdur. Yəni indiki insanlar bilir bunu. Ulu öndərimiz Heydər Əliyevin səhəsi nəticəsində, onun müdrik, onun uzaq görənliyi nəticəsində bizim ordumuz gücləndi, daha da ən müasir silahlarla təmin olundu və o bu müharibəni demək 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə səhər saat 5-6 radələrində Horadiz əməliyyatı vaxtı həmin ulu öndərimiz o əməliyyatı rəhbər elədi, onun göstərişi ilə o əməliyyat, uğurlu əməliyyat oldu və bizim ordumuz onda sübut elədi ki, bəli, biz irəli gedə bilərik, torpaqlarımızı azad edə bilərik. Ona görə də həmişə ulu öndərimiz deyirdi ki, tez bir zamanda vaxt gələcək, Füzuli də, Ağdam da, Cəbrayıl da, Zəngilan da, Qubadlı da hamısı öz torpaqlarımız qayıdacaq özümüzə. Və onun bu uzaq görən siyasətini indi də hörmətli prezidentimiz, Ali Başkomandanımız İlham Əliyev çox layiqincə yerinə yetirir. Həm daxili siyasəti, həm xarici siyasəti və bu vaxt gəldi, həmin ordumuzu başında durdu. Onun bir kəlməsi ilə torpaqlarımız azad oldu. Burada xalq, ordu vəhdəti birləşərək bütün bu torpaqlarımızı azad edildi. Bu torpaqlarımız uğrunda gedən bu şəhidlərimiz xalqımız uğrunda, konstitusiyamız uğrunda, müstəqilliyimiz uğrunda canlarını fəda elədilər, bu torpaqları aldılar. İndi həmin torpaqlarda çox gözəl işlər gedir, quruculuq işləri gedir, hətta toylar da başlayıb. Həmin alınmış torpaqlarda hansı ki biz vaxt vardı, onları arzu edirdik. İndi o arzular Allaha çox şükür ki həyata keçirilir. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məqamları uca olsun. Əlbəttə onların sayəsində biz bu qələbəni əldə etdik. Qazilərimizin sayəsində Allah qazilərimizə də can sağlığı versin. Biz qələbəni təmin etmişik. 1993-cü ildə Heydər Əliyevin dönüşündən sonra bizi Seyfəli poligonuna apardılar. Seyfəli poligonuna. Batalyonlar təzədən yığıldı, hərbi hissə quruldu. Biz 94-cü ildə Heydər Əliyevin tövsiyəsini aldıq yanvar ayında və Qaracı əməliyyatını keçirdik. Qaracı əməliyyatında 24 kənd bir qəsəbə azad olundu. Heydər Əliyev deyirdi ki, bizə orada tövsiyə eləyəndə deyirdi ki, hər bir Azərbaycan vətəndaşı gözü, qılçı olmasa belə vətənin qorumalıdır, bayrağı yüksək tutmalıdır. Həmişə dedi ki, orada tövsiyələr elədi. Hətta orada yağış yağırdı, inanın yağış yağırdı. O yağışın altında mən onun düz qarşısında durmuşam, kameranın qarşısında və Heydər Əliyevlə üzbəüz durmuşam. Yağış yağırdı, çətirin altında durmadı. Şöndə bir geri baxdı. Dedi ki, mən nəvələrimin qarşısında heç vaxt çətir altında durmaram. Orada çox tövsiyələr oldu. Biz gəldik 07 hərbi hissəyə. Orada mənim ona bir məruzəmdə oldu. Yəni onun elə fürsətdən istifadə edeyim. Mənim qardaşım ailəvi gürovudur. Orada şərait yaratdılar. Mən Heydər Əliyevlə görüşüm oldu. Yəni görüşdük, mənə köməklik elədi. Mənim qardaşım gürovdan azad oldu. Biz gəldik, nəhayət bu kəndləri, qəsəbəni azad elədik. Heydər Əliyev 94-cü ildə gəldi. Aşağı Abdurrahmanlının
Orada bir yeri var, yatak yeri. Geldi oraya, bizim şəxsiyyətlə görüşdü. Hər bir kəslə əlbəəl görüşüb. Orada da alqışladı, dedi sağ olun, Allah sizə uzun ömür versin, Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bu sözləri deyəndən sonra biz də çox ruhlanırdıq ki, bizim arxamızda böyük bir dağ durub. Dağ durub, sərkərdə durub, dağ durub. Belə şey diyor qardaş. Bu kişinin gəlişindən sonra biz hər şeyə nail olduq. Silahımız yox idi. Bu kişinin gəlişindən sonra biz hər şeyə nail olduq. Çadın devirlərdi. Ayağımıza batinqa tapırdıq. Əskərə yemək tapırdıq. Əskərin yatağı yoxdu. Bu kişinin gəlişindən sonra, Ulu Öndərin dönüşündən sonra biz çox şeyə nail olduq. Yəni bu torpaqlarımızı azad elədik. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Allah yerdə qalanlara can sağlığı versin. Qardaş, bu günləri sənin ocağındayıq. Allah sizin də balanızda. Yəni bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Allah Füzat qardaşımıza da rəhmət eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yerdə qalanlara da can sağlığı. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. taşa bayrağını öptürün. Duman gibi bu dağları bürüyün. Denizlere selam resmi yaptırıp göklerdeki bulut gibi yürüyün. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. Ben de size hoş geldin deyirəm. Hoş gelmişsiniz. Ben Quliyev Elxan İsmailoğlu. Şəhid İsmail Məhəmməd Əlinin atasıyam. Məhəmməd Əli bəli. Bugün biz bu şəhidlərlə fəxr edirik. Baxmayaraq ki, övladımız şəhid olub. Bugün bax bu ocağa mən tez-tez gələn bir insanam. Əfsərlə mən dostam bəli.
bu şəhidliyin, bu qəhrəmanlığın bir təməli var. Bu təməl nədir? 92-ci, 93-cü illərdə bizim qələbəmiz olmadı. Amma o vaxtda bizim Azərbaycan oğulları çox ürəklə döyüşürdülər, ölümə belə gözlərini qırpırdılar. Amma nizami ordu yox idi. Kör-körənə döyüşürdülər, qəhrəmanlıqla döyüşürdülər. Allah həmən şəhidlərimizə rəhmət eləsin. İndi mən bəli, neçə milli, bax belə qazilərimiz, veteranlarımız bunlara can sağlığı versin. Ulu öndər, mükəmməl bir insan, dahi şəxsiyyət, uzaq görən bir siyasətçi Heydər Əliyevin Azərbaycana gəlişi bugünkü qələbələrin hamısının bünövrəsi oldu. Belə ki, o müstəsna əməlləri ilə, müstəsna işləri ilə Azərbaycan ordusunun cəmlənməyində, Azərbaycanda bütün nazirliklərin normal iş ahənginin yaradılmasında həmən şəxsiyyətin böyük rolu olmuşdu. Bəli, Mərdan müəllim çox yerində dedi ki, demək olar ki, Heydər Əliyevin danışığında, onun səsinin tembrində dahilik var idi. Onun hərəkətləri hamısı dahilik simvollarıdır. Belə götürəndə dünya dövlətləri içində bizim Azərbaycanımız elə böyük əraziyə, elə böyük saya malik deyil. Amma bu kiçik bir dövlətdən elə bir dahi çıxması bizim hamımızın fəxrimizdir və o dahiliyin onda göstərdi ki, dedi vaxt gələcək, Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, ümumiyyətlə bu gedən Qubadlı, Zəngilan, Cəbrayıl, hamısı bizim olacaq. Və estafeti çox samballı bir rəhbər, bilikli, savadlı xalqımız seçdi onu, səs verdi, hamımız səs verdik. Dəmir yumruq bax bunun nəticəsində yarandı.
öndərimiz elə bir siyasət qurmuşdu ki, bizim övladlarımız şəhid olmağa nəinki hazır idilər. Təbii ki, onlar qələbə əzmi ilə döyüşürdülər. Bax, bu Büsatın bir dənə hərəkəti var ki, ölümündən qabaq burada bir təpə var. Siz bilmirsiniz, onu mən bilirəm də. Orada bayraq uzatmışdı göyə. Onda uşaq idi, təpədə. Hələ də bayraq oradadır. Bu, hər adama nəsib olmur. Onu ora qəlbinə qulaq asıb, həmən bayrağı uzatmışdı dikdə. Və təbii ki, elə bir oğullar gəldi, qələbəni aldı. Bizim qələbəmiz dünyaya işıq saçdı. Azərbaycanı bütün dünyaya tanıtdı. Analog olmayan bir döyüş oldu. Və böyük dövlətlər indi bugün bizim taktikamızdan istifadə edirlər. Və Dəmir Yumruq da öz sözün dedi, övladlarımız şəhid oldu, ağırdır. Övlad itkisi ağırdır, mən deyim də. Burada indi mən deyim ki, yox, belədir, yox. Ağırdır övlad itkisi. Amma bu itkinin içində bir dənə qələbə var. O bizə təskinlik verir. Təskinlik verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Onların da zəhməti çox böyükdür. Və mən bunu da qeyd eləmək istəyirəm ki, Büsatın atası da 1-ci Vətən Qarabağ müharibəsinin iştirakçısıdır. Mənim qardaşım da 1-ci Vətən müharibəsində qiymətləndirilibdir. Məhəmməd Əlinin əmisi və mənim bir xalam oğlu var. Adını çəkməyəcəm. Vətən müharibəsi qəhrəmanıdır. 2-ci 44 günlük Vətən müharibəsinin qəhrəmanıdır. Və mən çox sevinirəm ki, bu qələbədə bizim də töhfələrimiz var. Dünya durduqca şəhidlərimiz yaşayacaq. Ulu öndərimiz Heydər Əliyevimiz yaşayacaq və biz də bu dövlətin, dövlətçiliyin ətrafında sıx birləşmişik. Əgər müharibə olmasın, müharibə olarsa hələ şükür Allaha varıq və axıracan mübarizəmiz davam edəcəkdir. Bugün biz Füzuli rayonunun Kürt Mahmudlu kəndindəyik. Şəhidimiz Büsat balamızın atasının evindəyik. Allah şəhidlərimizin ruhunu şad eləsin, məqamları uca olsun. Bu başlanan müharibədə həqiqətən bizim xalqın günahı yoxdur. 30 ildən artıq yaşadığımız dövr son tarixi, halbuki biz o tarixi yaşamışıq. 30 ildən artıq torpaqlarımız erməni qəsbkarlarının işğalı altındaydı. Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində hörmətli Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin apardığı siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etdirilməsi, hərbi sahədə quruculuq işlərinin aparılması, eyni zamanda da xalqımız, insanlarımız arasında aparılan ideoloji işlərin yekunu hörmətli İlham Əliyevə belə bir bəhrə verdi ki, bizim xalq birdir və hərbimiz və iqtisadiyyatımız inkişaf elədiyinə görə erməni qəsbkarların qarşısına çıxmaq olar. Ali Baş Komandanımızın o iradəsi, xalqımızın birliyi və ordumuzun rəhşadəti, gücü nəticəsində yaranan da Dəmir Yumruq nəticəsində biz bu 44 günlük müharibədə qalib gəldik. Bugünkü gün biz şəhid ocağına gəlməyimiz, onu ziyarət eləməyimiz, biz bir millət olaraq bir-birimizə dəyər verməyi və şəhidlərimizin unudulmaması təməlini qoyuruq. Mən Caporova Afərim 44 günlük müharibədə könüllü yaralı əskərlərə xidmət eləmişəm. Bu mənim borcumdur. Yəni hər bir vətəndaşın borcudur. Hal-hazırda mən 44 günlük müharibədən sonra şəhid ailələrindən bir yerdəyəm. Bugün də onlarla bir yerdəyəm. Mən Space kanalının rəhbərinə öz təşəkkürümü bildirirəm ki, belə vətənpərvər verilişlər azdır. Çox sağ olsun o rəhbər ki, belə verilişlər hazırlayır.
Yəni siz də Nurani xanım çox sağ olun ki, gəlib bizlə bir yerdə şəhid ailələrindən bir gözünüz ağlayır, bir gözünüz gülür. Təşəkkür edirəm. Mən şəhid ailələrinin yanındayam. Həqiqətən də mənim fəxr eləyirəm ki, belə gözəl şəhid atalarla, analarla bir yerdəyəm. Allah şəhidlərimizin ruhunu şad eləsin, məkanların cənnət eləsin. Allah sizlərə səbir versin, analar, atalar. Hamımıza, bütün Azərbaycana. Qarabağ Azərbaycan. Sağ olun, var olun. Şanı aldıq. Urfu şad olsun. İndi mən də buradan deyirəm. Balalarımız, şəhidlərimiz, prinsesimiz ola Heydər Əliyev. Urfun şad olsun ki, Azərbaycan işğaldan azad oldu. Ruhları şad olsun. Ruhları şad olsun. Şəhid anaları, başımızı dik tutaq ki, elə qəhrəman oğlanlarımız var. Elə ürəkli qazilərimiz var. Qazilərimizin haqqını yeməyək ki, qazilərimiz də kan töküb ora. Bəli, bəli. Valideynlə bərabər, şəhid analarımızla, qazilərimizlə bərabər demək olar ki, biz illərdir bu işləri həm arxa cəbhə olaraq, həm ön cəbhə olaraq bu işləri görməkdəyik. Çünki bizim Ulu Öndərdən, cənab İlham Əliyevdən öyrəndiyimiz, bildiyimiz işlər budur ki, bu şəhidlərin, döyüşçülərin, millətin birliyinin demək olar ki, səbəbkarı olan Ulu Öndərimiz Heydər Əliyevin siyasətini biz davam etdiririk. Dayanmadan, gecə bilmədən, gündüz bilmədən özümüzə borc bilirik. Çünki biz böyüklərimizdən bu cür gördük, bu cür addımlar atırıq, yorulmadan. Bizim komandamız illərdir bu cür xidmət edir. Yəni buna tərif ehtiyac deyil, bizim boynumuzun borcudur. Böyüklərimizdən gördüklərimiz bu hərbi kafedraların yaranması, məktəblərin yaranması, o cümlədən biz idman zallarının açılması, məsəl üçün qardaşımızın oğlu şəhidimiz idmançı olub, Məmməd Əli həmçinin adından da bəllidir. İdmana hər kəs narkotikdən uzaq olub, idmana qovuşmağı, idmanla məşğul olmağı, sağlam ruhda böyüməyi və torpaqlarımızın azadlığı üçün vacib olanı bizə öndərimiz göstərdi, yolu xətti çəkdi. Biz o yolu davamlı şəkildə özümüz, evlatlarımız iri addımlarla demək olar ki, irəliləməkdəyik. Ona görə də hər kəs bu şəhid ailələrinin yanında olmağı, qazilərimizin, yaralılarımızın ailələrini ziyarət etməkdə davam eləməlidir, davamlı olmalıdır, yorulmamalıyıq. Çünki Ulu Öndərin bizə o necə ki o səsləri ilə o Şuşada olacaq, Laçında olacaq, vəsiyyəti var. O vəsiyyəti biz davamlı yorulmadan etməliyik. Çünki bizim qarşımızda böyük bir düşmən qüvvələri dayanıb. Bunlar görsənən və görsənməyən. Bizim inşallah yolumuz Zəngəzuradır. İnşallah. İnşallah.
paşa bayrağını öptürün. Duman gibi bu dağları bürüyün. Denizlere selam resmi yaptırıp göklerdeki bulut gibi yürüyün. Yürüyün asker yürüyün. Yürüyün asker yürüyün. Duman gibi bu dağları bürüyün. Göklerdeki bulut gibi yürüyün. Əvvəla xoş gəlmisiniz. Mən sizin hər birinizi salamlayıram. Gəldiyinizə görə minnətdaram. Mən şəhidimiz Qurbanov Pusatın atasıyam. Siz mənim balamı ziyarət eləməyə gəldiyiniz üçün çox minnətdaram. Bizə yəni şəhid atalar gəlib, şəhid analar gəlmişsin. Hər birinizə öz təşəkkürümü bildirirəm. Qazilər gəlib, çəkiliş aparanlar gəlib. Yəni bu şəhid sevənlər bütün qardaşlarımıza öz minnətdarlığımı bildirirəm, bacılarımıza öz minnətdarlığımı bildirirəm. O cümlədən də bizim deməli mənim üçün fərqi yoxdur. Hansı ildə, hansı ayda, hansı gündə şəhid olduğu mənim üçün fərqi yoxdur. Bütün Azərbaycanımızın şəhidlərin hamısını nətər deyim, Allah rəhmət eləsin deyirəm. Yerləri cənnət olsun. Heç birisinə fərq qoymuram mən. Mənim üçün fərqi yoxdur. Ay o gün bu gün. Onların Allah valideynlərinə səbir versin, analarına səbir versin, atalarına səbir versin, yaxınlarına səbir versin. Mənim də balamın özünüz bildiyiniz kimi 27-sinin günü cəbhə yararkən şəhid olmuşdu. Yəni qəhrəmancasına döyüş meydanında sücayət göstərərkən şəhid olub, hamı bilir. Ən çətin günü tankın içində əlində tətik, yəni düşman silahına tuş gəlmişdi, şəhid olmuşdu. Yəni bütün şəhidlərimizə də Allah rəhmət eləsin deyirəm. Allah səbir versin. Anasına da Allah səbir versin. O dağı bizə göstərdi. İndi bizdə Allah təala səbir verdi. Dözürük. Allah heç bir valideynlərə o dağ göstərməsin. Azərbaycanda müharibə olmasın. Bir də onu demək istəyirəm ki, deməli bizim balalarımız şəhid oldu döyüşdə torpağımız, vətənimizin uğrunda. Bizim balalarımızın qanı yerdə qalmamağı üçün bizim prezidentimiz İlham Əliyev çox canından hərəkət elədi. Mən şəxsən prezidentimizə minnətdaram. Şəxsən bizim balalarımızın qanı qoymadığı yerdə qala. Qazilərimizlə bir yerdə, şəxsən bizim balalarımızın qanı yerdə prezidentimiz, göydə Allah yerdə prezidentimiz, qazilərimiz qoymadığı yerdə qala. Şəxsən mən özüm bu müharibə ərazisində yaşadığıma görə, özüm gözlərimin şahidiyəm. Yəni, nə kitabda oxumamışam, nəsə kiminsə dediyinə görə demirəm. Mən özüm görmüşəm, özüm də 1-ci Qarabağ müharibə veteranıyam. O qanlı döyüşləri mən çox görmüşəm. Çox çətin şeydir, heç yerdə müharibə olmağın istəmərəm. Heç bir yerdə olmağını istəmərəm. Çünki müharibə çox bir şeydir. Körpələrimiz var, gələcək cavanlarımıza uzun ömür, can sağlığı arzulayıram. Müharibə olmasın, sülh olsun, amın-amanlıq olsun ölkəmizdə. Yenə də deyirəm, elimizin, obamızın Allah canını sağ eləsin, Azərbaycanımızın canını sağ eləsin, prezidentimizin də canını sağ eləsin, kölgəsin xalqımızın üstündən əski eləməsin. Sağ olun, əziyyət çəkib gəlmişsiniz bugün bizim ocağı ziyarət edirsiniz, Pusat balamın ocağının, evin. Çox sağ olun. Hamınızdan Allah razı olsun. Mən nə deyim, bir ana kimi ona deyə bilərəm ki, ilk sözü də bizim balalar, oğullar dedi, son sözü də onlar dedi. İlk sözləri bir oldu ki, onlar vətənlərini sevdilər, bayraqlarını sevdilər, millətlərini sevdilər. Son sözləri də oldu ki, 30 ildə tapdaq altında qalan torpaqlarımızı
öz canları ilə, qanları ilə azad elədilər. Allah canlarını sağ eləsin, qazilərimizin. Şəhid ailələrinə də səbir diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, məqamları uca, məkanları cənnət olsun. Çox sağ olun. Mən Mikailov Bəhruz, şəhid Ülvi Mikailovun atasıyam. Mənim övladım da Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə antiterror zamanı qəhrəmancasına şəhid olmuşdu. Bugünkü gün bu kənddə mənim üçün daha doğmadı bu kənd. Çünki mənim övladım bu kənddə uyuyur. Və övladımın mənə vəsiyyəti olmuşdu ki, əgər mən şəhid olaramsa, məni Füzulidə, həmən bu, məhz bu kəndinin adını çəkmiş ki, Kür Mahmudlu kəndində dəfn eləyərsiniz. İkinci bir vəsiyyəti istəyi də olmuş ki, əgər mən şəhid olaramsa, köçün doğma Füzulimizdə yaşayın. Mən övladımın istəklərin yerinə yetirdim. Bu kənddə, belə deyək, mənim üçün daha doğmadı bu kənd. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Onun gözəl bir sözü var idi. Hətta kövrələ deyirdi ki, vaxt gələcəkdir, biz azad olunmuş torpaqlarda bayramları keçirəcəyik, orada yaşayacağıq. Bugünkü gün ulu öndərə qismət olmasa da bizlərə qismət oldu. Ali başkomanlarımız İlham Əliyevlərin cənablarının dəmir yumruğu nəticəsində düşmənin başını biz layiqincə əzdik. Məhz bu şəhid övladlarımızın, qazi övladlarımızın, müharibə iştirakçılarının sayı nəticəsində, bəli. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Allah bütün şəhid valideynlərinə səbir versin. Biz də onların içərisində. Füzuli rayonuna xoş gəlmişsiniz. Hal-hazırda Aşağı Kür Mahmudlu kəndindəyik. Büsat balamızın Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ata-aya, anaya, bütün anaların qarşısında baş əyirəm. Bəli, mən Vidadi qardaşım dedi, Heydər Əliyev ümumi Azərbaycan xilaskarı olubdu həqiqətən. Əgər o gəlməsəydi, Azərbaycan həqiqətən də yoxudur. Yəni, onun gəlişi bizim üçün toy bayram oldu. Allah ulu öndərə rəhmət eləsin. Doğrudan da mən onun əskəri olmuşam. Komandirimiz Vidadi qardaşım demişkən, bəli, biz Seyfəliyə getdik, Seyfəlidən qayıtdıq. Yəni, ulu öndərin siyasəti nəticəsində, böyüklüyü nəticəsində Oradız əməliyyatı baş tutdu və 22 yaşayış məntəqəsi, bir Sülocuq Mərcanlı qəsəbəsi olmaqla işğaldan azad elədik. Və eyni ilə bizim ulu öndər, bizim hər birimizin əlini sıxdı. Mən çox sevinirəm ki, bizim xilaskarımız olan ulu öndər Heydər Əliyevlə mən görüşmüşəm və onun əskəri olmuşam. Böyük fəxrlə demək istəyirəm ki, həqiqətən də onun davamçısı Ali Başkomandanımız İlham Əliyev davamçısı olaraq Heydər Əliyevin siyasətin dəstəkləyərək aprel döyüşləri 44 günlük vətən müharibəsi və antiterror əməliyyatları, qisas əməliyyatları baş tutdu. Ərazi bütövlüyümüz tam bərpa olundu. Mən bununla qürurluyam ki, mənim də bütün yerə götürək hamı kimi dəmir yumruq ətrafında birləşib yağı düşməndən torpaqlarımızı işğaldan azad elədik və 200 il qaldı olan torpaqlarımız o azad ola. Yəni 200 il azad olmayan torpağımız 44 günlükdə və antiterror əməliyyatlarında böyük siyasət nəticəsində işğaldan azad oldu. Bununla şəhidlərimizə borcluyuq və onların valideynlərinə borcluyuq, qazilərimizə borcluyuq. Azərbaycan xalqı var olsun. Allah Taala bir daha müharibə nəsib eləməsin. Yəni müharibə nəylətlənmiş bir sözdür. Allah bütün şəhid ailələrinə
səbr versin, qazilərə can sağlığı versin. Mən bütün döyüş yoldaşlarıma buradan salamlarımı yetirirəm. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.